Oxur. 9 ilə bundan 5 dəfə böyük olan ədədindən cəmi 97-dən nə qədər kiçikdir? 9 ilə bundan 5 dəfə böyük olan ədədin cəmi 97-dən nə qədər kiçikdir? Nə edəcəyik oxur? 9 vursun 5. 9 vursun 5 neçə eləyir? 45. 45 yazırsan. Qıraqdan yaz oxur. Bir tərəfdə qıraqdan yaz. Hə. Sənə birincidə dedi ki, 9 ilə bundan 5 dəfə böyük olan ədədin cəmi. Cəmi deyir. 45 ilə nəyi toplayacağıq? 45 ilə. Aha. Birinci cümləni oxu. 9 ilə bundan 5 dəfə böyük olan ədədin cəmi. 45 üstə gəlsin 9. Aha. 9 ilə 9 ədədi ilə 9 ilə 5-in hasilini toplayırıq. İndi 9 ilə 5-in hasili elədi 45. 45-in də üzərinə 9 gəlirik. Dördü də çox bərbad gündə yazın olur. 4 oxşamır. Hə, 45-in üstünə 9 gəl neçə eləyir? 54. Aha, 54. Sonda nə deyir sənə? Hə, bu ədədlərin cəmi. 97. Aha. Olan ədədin cəmi 97-dən nə qədər kiçikdir? 54 yox, 97 çıxılsın 54. 97 çıxılsın 54. Yaz. Alt-alta elə hesabla. Hə, 53 yox, 54 olur. Birinci təkliyi yazırıq, olur. Neçə elədi cavab? 43 elədi. 9 ilə bundan 5 dəfə böyük olan ədədin cəmi etdi 54. Demək 9-u 5-ə vurduq 45, üzərinə 9 gəldi elədi 54. 97-dən 43 vahid kiçikdir. 54 97-dən 43 vahid kiçikdir. Olur. 1 kiloqram. Hə, 1 kiloqram kərə yağından qiyməti 9 manatdır. Leyla 5 kiloqram yağ aldıqdan sonra 7 manat pulu qaldı. Əvvəl neçə manat pulu var idi? Aha. 1 kiloqram yağın qiyməti neçə manatdır? 1 kiloqram Kərə yağının qiyməti neçə manat olur? 1 kiloqram kərə yağının qiyməti neçə manat oldu? 9 manat. Neçə kiloqram yağ alır? 9 vursun 1. Ah, 9. Neçə? 9 vursun 1 9. Yox. Neçə kiloqram yağ alır? Neçə kiloqram yəni? 1 kiloqram yağın qiyməti 9 manatdır. Kərə yağının qiyməti 9 manat. Məsələyə bax, zəhmət olmasın. Leyla 5 kiloqram yağ aldıqdan sonra görür ki, 7 manat pulu qaldı əlində. Deyil, əvvəl Leylanın neçə manat pulu var idi? İndi 1 kiloqram yağın qiyməti neçə manat oldu? 9 manat. 9 vurulsun 5 yazırıq. 45. Aha. Biraz sürətli. Neçə manat pulu qaldı, oxur? Neçə? 45. Yox. Neçə manat pul xərclədi? Hə, belə sual verim. 5 kiloqram yağ aldıqda nə qədər pul xərclədi? 5 kiloqram yağ aldı, nə qədər pul xərclədi? 5 manat. Kilosu 9 manatdır. Nə qədər pul xərclədi oxur yazdan? 45. 45 manat pul xərclədi, hə? 45 manat pul xərclədi. Gördü ki, 7 manat pulu qalıb. Aha. Deyir, əvvəl neçə manat pulu var idi ki, 45-ini xərclədi, 7 manat pulu qaldı. 45 çıxılsın. Çıxılsın niyə? 45 üstə gəl. Aha, 45 üstə gəl 7. Əlli 52. Deməli Leylanın əvvəl 52 manat pulu var idi ki, kilosu 9 manatda 5 kiloqram yağ aldı, 45 manat elədi. 52-dən də 45-in çıxanda eləyir 7. 7 manat da cibində qalmışdı. Deyir, əvvəl nə qədər var idi? Biz xərclədiyimiz pulun üzərinə 45 manat xərcləmişik. Üzərinə gəldi 7, elədi 52. Deməli Leylanın əvvəl 52 manat pulu var idi. Tunar, eşitdin Tunar? Məsələni gördün? Yaz görək balam işdə.